Hansı cümlədə ümumi ismin xüsusi ismə keçməsinə aid nümunə verilmişdir? Ümumi isim dediyi üçün biz sırf isim olan sözlərə baxacağıq. Sevilin imtahan nəticəsi ürəkaçan idi. Sevil sözü ümumi isim ola bilmir. Sevil sözü feil ola bilir və yaxud da xüsusi isim ola bilir. Çıxıram. Adətən qorxmaz bu işi öz öhdəsinə götürür. Qorxmaz da nitq hissəsi olaraq sifət olan sözdür, yəni ümumi isim ola bilməz. Kamil gələn qonaqları qarşıladı. Kamil sözü yenə də sifət olduğu üçün bu cavab da yanlışdır. Anası Aydını çox gözlədi, amma ondan xəbər gəlmədi. Aydın sözü də nitq hissəsi olaraq sifət olduğu üçün cavabımız bu da ola bilməz. Lakin digər variantımız doğrudur, çünki fidan sözü həm ümumi isim kimi, həm də xüsusi isim kimi işlənən sözdür.